Türk Dövlətlər Təşkilatı son toplantısında 7+ işarəsindən bir formül qəbul elədi. Yəni 7 Türk dövləti var. Bura başqa dövlətlərdə gələcəkdə təmsil oluna bilərlər. Amma səlahiyyət təbii ki fərqindən. Onlardan biri də İran nəzərdə tutulmuşdu ki, İranı da bu Türk Dövlətlər Təşkilatına ən azından bu günə Türk dövləti olmasa da Türk nüfuzunun yaşadığı dövlət kimi ora təmsil olunsun. Bunu içəridə olan fars faşizmi qəbul eləmə. Bu fars faşizmi bildi ki, bu onların mahiyyətinə ziddir. Və içəridə savaş davam elədi. Bu içəridə olan savaş əslində fars faşizmin belə 1925-ci ildə siyasi hakimiyyəti qəsb edən qüvvələrlə siyasi hakimiyyəti qəsb olunmuş qüvvələr arasında ciddi bir savaş var. Və bu savaşda siyasi hakimiyyəti qəsb olunan, yəni türklərdən təbii söhbət gedir, güclər bölgəsəl siyasətdə Türk Dövlətlər Təşkilatı ilə əməkdaşlıq istəyirlər. Özəlliklə diqqət edirsiniz, Türkiyə ilə Azərbaycanla ılımlı bir siyasət qurmaq istəyirlər. Bunu biz Xamneydə də hiss edirdik. Amma təbii ki, o birləşdirici fiqur kimi bunu dilə gətirmirdi, çox da danışmırdı, amma Pezişkyan üzərindən hər zaman hərəkət edirdi. Hətta xatırlayırsınız, Pezişkyan Qarabağa, Xankəndinə zirvə toplantısına qatılanda bir açıqlama verdi. Dedim, mənə dedilər ki, sən getmə, səni havada öldürə bilərlər. Dedim, yox, mən öldürə bilməzlər, gəldim. Bu nə deməkdir? Pezişkyan mesajını mənə verirdi, ya Ermənistana verirdi, içəridəkilərə verirdi. Onunla savaşan güclərə verilirdi. Yəni içəridə Hüseyin bəy demişkən, çox ciddi bir qarşı durma ilə biz bugün üz-üzəyik. O qarşı durma xalqın arasında yoxdur. Ha? Xalq Türk Dövlətlər Təşkilatı ilə əməkdaşlıq eləmək istəyən güclərin yanındadır. Amma o birisi güc son 70 ildə o qədər gücləniblər ki, para, sənaye, çox nəzarət onlardadır və dış güclərlə bağlıdırlar. Özəlliklə bunlar London, Paris, Washington, Yerusəlim, Qüds, bunların hamısından bağlı olan, onlarla ticarət olan güclərdir və onların əlini oynayırlar, bir yerdədirlər. Bunlar onlara deyir ki, gör, neyinirsiniz? İçəridə bizim mövqelərimiz zəifləyir. Onlar deyirək, görən neyiniyə onların mövqeyini gücləndirək. Bax, bu şuur və məfkür arasında bir savaş gedir və bu savaş küresel savaşdır. Bu İran içərisində görünən bir savaş deyil. Bu küresel dünya güclərinin içərisində olan bir savaşdır ki, onlar bilir ki, bu coğrafiya kimin əlinə keçsə, Avrasiyanın əsir imkanları onlarda olacaq. Siz özünüz görürsünüz ki, Hürmüz boğazı savaş döneminde tam aydın elədi ki, dünyanın iqtisadiyyatını dəyişən bir boğazdır. Hürmüz boğazını dönənə qədər siz də bəlkə diqqət almırız, dediniz nədir? Məsələn, amma indi görürsünüz ki, o atom bombasından da güclü bir silahdır və dünyanın iqtisadiyyatını hər tərəfə yönləndirə bilir. Bunlar onun fərqindədirlər. O boğazları 20% dünyanın 20% petrol, nəfti oradan gelir. İndi biz deyirik də. Amma onlar 100 illərdir onun uğrunda mübarizə aparıblar. Onları ələ keçirsinlər. Oranı ələ keçirməklə də Avrasiyanı idarə etsinlər. Siz diqqət edirdiniz. Böyük İpək yolu, Çin-London yolu deyilən bu yol Bakıdan keçirdi. Trump gəldi, Zəngəzur dəhlizinə girdi, trip dəhliz elədi oranı. Diqqət etdiniz. Və eyni zamanda ona qədər İsrail Hindistanla danışıqlar aparırdı ki, İpək yoluna alternativ bir dənə baharat yolu çəksinlər. Bəsrə körfəzinin üzərindən Səudiyyə Ərəbistanından tren yollarıyla İsrailə çıxsın və Qəzza limanına çıxsın. Qəzzada olan savaşın da mahiyyətində dururdu ki, oradakı bütün müsəlmanları dağıdıb məhv eləsinlər ki, oranı böyük bir liman şəhərinə çevirib, Böyük İpək yoluna, Bakıdan keçən yolu alternativ bir baharat yolu gerçəkləşdirib Avropaya petrol, neft, qaz, eyni zamanda Asiyanın zənginliklərini daşıya bilsinlər. Və ona görə orada böyük bir savaşa girdilər ki, bu bölgəni ələ keçirsinlər. İndi biz görürük ki, dünya bu bölgədə savaşın mahiyyəti tam açıq olduqca, bu savaşın bizim üzərimizdə qurulduğunun və eyni zamanda bizim üzərimizdə qurmaqla da yerli işbirlikçi olan Hasan Sabbahların uşaqlarını bunlar necə kullanırlar, onun mahiyyəti daha aydın olur bizə. O yüzden 1925-ci il
inqilabı da bizə mahiyyəti aydınlaşır. 1945-ci ildə bizim demokratik cumhuriyyətin süqut olmasının mahiyyəti aydınlaşır. 1979-cu ildə şəriət mədarı xalq müsəlmanları hərəkatının süquta uğramasına, terrora məruz olmasının mahiyyəti aydınlaşır. Bütün bunların hamısı istəyirsən dinçi ol, istəyir dinsiz ol. Türk oldun yetər, sənə qarşı bir savaş var. Ona görə deyirik ki, türklüklə bizlə savaş var. Bu baxımdan da bu bölgənin mahiyyəti aydınlaşdıqca bizim üçün və eyni zamanda biz bu mahiyyətləri dərk etdikcə biz artıq özümüzə sahiblənmə duyğusunu gücləndiririk. Özümüzə sahiblənmə duyğusunun da köməkçi, əlimizi tuta biləcək, istinad edə biləcəyimiz güc bölgədə Türkiyə Cumhuriyyətidir, Azərbaycan Cumhuriyyəti və Türk dövlətləridir. Türk Dövlətlər Təşkilatıdır. Ona görə İran içərisində, İran dediyimiz bu rejimin içərisində olan Türk Dövlətlər Təşkilatından bir yerdə olmaq istəyən güclərlə onlara qarşı olan İsrail, Amerika, London, ayrı-ayrı güc odaqlarının əlində oyuncaq olan qüvvələr arasında içəridə bir savaş var. O savaşda biz düşmən güclərin əlini oynaya bilmərik. Biz orada içəridə olan özümüzünkilərin, Türk Dövlətlər Təşkilatında bizim yanımızda olmaq istəyən qüvvələrin daha güclü olmasına çalışmalıyıq. Onlar bizim safımıza gəlmək istəyir, biz onların bu safa gəlməsinə şərait yaratmalıyıq. Biz ondan danışırıq. Ona görə kiminlə danışmasından asılı olmayaraq, kimin bizə hansı təhqiramiz ifadələr istifadə etməsindən asılı olmayaraq, biz gerçəklərin üstünə gedəcək ki, gerçəklərimiz millətimizlə fikrən bütünləşəcək və nəhayətdə o siyasi bir xarakter alacaq. Siyasi xarakter alanda təbii ki, Azərbaycan Cumhuriyyətinin də, Türkiyə Cumhuriyyəti də bu işin lokomotiv olaraq həm İslam dünyasında məzhəbçiliyi son verəcək. 1000 il İslam üzərində qurulmuş böyük tuzağın qarşısını almış olacaq. Həm də Türk dövlətlərini daha da gücləndirəcək və eyni zamanda Avrasiyanın əsas gücü biz olacaq. Bunun başqa yolu yoxdur bəylər. Biz məsələyə bu yöndən yanaşırıq. Bu Azərbaycan məsələsi deyil. Avrasiyada türklük məsələsidir. Türk dünyasının güc mərkəzi olaraq Avrasiyada yeni bir düzen gətirmə məsələsidir ki, biz onun içərisindəyik. Və bu içərisində olduğumuz, üzərimizə düşən bu missiyada elə davranmalıyıq ki, biz yanlışlıqlara yol verə bilməyək.